Salyanda 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə soyqırım qurbanlarının xatirəsi ehtiramla anılıb. Səhər saatlarından başlayan anım mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyətin nümayəndələri iştirak edib, abidə önünə gül çiçək dəstələri düzüblər. 1918-ci ildə Salyanın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Tarixi sənədlərə görə 5 top, 14 pulemyot, 900 silahlı əsgəri olan Bolşevik daşnaq birləşmələri Salyana doğru hərəkət edərkən Kürün sağ və sol sahillərində yerləşən 18 kəndi yandırıb, din sakinləri qətlə yetiriblər. Qırğınlar xüsusilə Salyanın Ərəb Qardaşbəyli, Kürqaraqaşlı, Ərəb Bəbirxanlı, Neftçaların Tatara məhəllə, Pirəbbə, Qaralı, Qaramanlı kəndləri ərazisində törədilib. Mənfur ermənilər xalqımızı ötən əsrin 1905-ci, 1906-cı illərində, eləcə də 1918-20-ci illərində və 1948-53-cü illərində, həmçinin 1987-88-ci illərində müxtəlif vasitələrlə öz müttəfiqləri ilə birləşərək xalqımıza qarşı soyqırım törətmişlər. Əlbəttə, bu soyqırımlar xalqımızın iradəsini sındırmamışdı. Həmişə xalqımız məğrurluq göstərərək onların qarşısında məğrur dayanmış və öz müqavimətlərini göstərmiş və Azərbaycan xalqının əzminin qüdrətini nümayiş etdirmişdilər. Lənkəranda da 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə anım mərasimi keçirilib. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov, hüquq mühafizə orqanlarının idarə, müəssisələrin rəhbərləri və ictimaiyyətin nümayəndələri Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Abidə önünə tərgüllər düzülüb, soyqırım zamanı günahsız qətlə yetirilən minlərlə Azərbaycanlının xatirəsi dərin hüzn və ehtiramla yad olunub. Qeyd edək ki, 1918-ci ilin qətliamları Bakı və digər rayonlarla yanaşı Lənkəran şəhərində rayonun Mamusda, Yuxarı Nüvədi, Vilvan, Viravul, Girdəni, Cil, Osəkücə, Darquba, Gərbətük, Üstəmirdov və digər kəndlərində törədilib. Lənkəran və ətraf rayonlarda ümumilikdə 40-dək yaşayış məntəqəsi yerlə yeksan edilib. 2000-dən çox dinc sakin amansızlıqla qətlə yetirilib. Əyyub Türkay, Kürçaylı Məmmədov, Hüseyn Rzayev, Salyan, Lənkəran.